Salam əziz izləyicilər, bizimkilər proqramında xoş gördük. Bugünkü həmsöhbətim Azərbaycanda uşaq mahnılarının ilk və mahir ifaçısı, xüsusilə kukla mahnısı ilə şöhrət qazanmış bəstəkar, musiqişünas Zabitə xanım Məmmədovadır. İnanıram ki, söhbətimiz maraqlı olacaq, bizimlə qalın. Salam Zabitə xanım, xoş gördük. Xoş gördük sizi. Çox sağ olun. Zabitə xanım, siz bir vaxtlar əli uşaq olanda çox məşhur idiniz. O dövrdə radio, televiziyanın, xüsusən radionun əvvəl şöhrətli vaxtları idi. Sizin əli uşaqlığınızda artıq televiziya fəaliyyətə başladı və siz kukla mahnısı ilə tanındınız, şöhrət qazandınız. O tarixçədən başlayaq. Sonra yavaş-yavaş inşallah o bir fəaliyyətinizin o bir tərəfləri ilə də ətraflı danışaq. Mən bütün bəstəkarlar mənə müraciət edirlər. Birinci biz şeydən başlayaq ki, siz kukla mahnısını oxumuşsunuz ilk dəfə. İlk dəfə. Hərçənd sizdən əvvəl cücələrimin mahir ifaçısı kimi tanınan Suqra xanım Bağırzadə ifa edib, amma onun lentiyası yoxdur, elədir mi? O cücələrimi ifa edir. Bəli. Kuklanı məşq eləmişlər olar. Məşq eləmişlər, onlar mənə öyrətdilər olar. Bəli. Mənə öyrətdilər. Bacısı ilə bir yerdə. Bacısı ilə, Nazlı bacısı ilə bir yerdə. Öyrətdilər, sərvəli tapşırmışdı. Necə, mimikası necə olacaq. Hamısını nə göstərmişdilərsə, onun hamısını mən təkrar edeyim onlardan sonra. Belə. Sonra birinci dəfə mən onu oxudum operada tanınmış bəstəkar Musa Mirzəyevin müşayiəti ilə. Allah rəhmət eləsin. Sonra Gülər Əliyeva rəhmətli. O da çalırdı. Mən çox mahnılarını çalırdım. Ancaq əsas fonda kukla mahnısını yazanda Niyazinin orkestrini dəvət elədi. Niyazinin orkestrini. Məncə boyum çox balacaydı, hələ heç 5 yaşım bitməmişdi. Onu radyo üçün yazdılar da o dövrdə. Dil fonunda saldılar da, bilirsiniz. Hədə radyo üçün səsləndi, radyonun fonduna salmışlar da. Hə, ümumiyyətlə də o məndən savayı onu oxuyan olmuyor. Belə məktəb şənliklərdə çıxıb oxuyurlar, bağçalarda, ancaq əsas yazılış fon mənim səsim ki o. Sonra, Niyazinin orkestri ilə. Sonra həmən o kukla mahnısı ilə mən bütün səhnələrdə, konsert səhnələrində ifa edirdim. Böyüklərin rütüslarından savayı bir dənə uşaq mahnısı ilə mən çıxmışam məncə səhnəyə. Bunu oxuyurdum. Çoxlu alqışlar olurdu. Çox bəyənilirdi o. Kukla mahnısını o qədər məşhurlaşdı ki, onun yaradıcısı rəhmətli Ağabacı Rızayeva ona yayılmışdı. Xüsusilə o deputat idi də, o getməliydi Moskvaya. Moskvaya gedəndən sonra orada bir böyük kukla alır, gətirir mənim üçün. Gəlir Əfsər müəllimin xoruna, Bənövşə xoruna, mənimlə tanış olmalı. O xorun xorun məşqələsinin vaxtı, xorun gəlir ora, o kuklanı mənə orada hədiyyə edir. Ondan şəkillər, jurnalistlər hamısı gəlmişdi orada, şəkillər çəkilirdi. Bax, belə bir, bu Ağabacı Rızayeva şəkili. Burada deyəsən var idi, burada da var idi. O deyil. Onu deyirsin. O surətidir də. Biri də var burada. Şəkilləri çox O təqribən neçənci idi? 55-56. Sonra bu mənim
bacılıqdır. Burada Bak, bu həmin o bayaq dediyiniz çəkilişdir. hə, Birinci kuklanın yazılışı. Kuklanın yazılışı. Rəhməti Niyazin orkestri Yok, müşahidə burada Musa Mirzoyev Müşahidə edib. Musa Mirzoyev mənim ilk okuduğum mahnıları müşahidə edirdi. Ondan sonra rəhmətli Gülərə xanım Əliyeva. O çox gözəl çalırdı. El işini çalırdı ki, Gülərə Əliyeva. Mən hansı mahnıları sonra okumuşam, 300'e qədər mahnı okumuşam. Bütün bəstəkarlardan. Onun Gülərə Əliyeva çalırdı, şirin çalırdı. O dövrdə əvvəl Əfsar Cavanşirov, sonra Oktay Zülfüqarov, ondan sonra rəhmətli Rəşid Şəfəli, hamısına rəhmət eləsin. Bəli, Oktay Zülfüqarov. Onlar uşaqlar üçün fəal çalışırdılar və onların çoxu Sərçə mahnısını oxumuşam, yayılıb o mahnı. Sonra Bağçamız, çox mahnılarını oxumuşam Oktay Zülfüqarovun. Azər Rızayevdən oxumuşam Buzun mahnısını. Ən çox deyərdim ki, Ağabacı xanımdan oxumuşam. Gəldi bizim xora, Bənövşə xoruna. Bunda Bənövşə adlanmırdı da, elə belə uşaq televiziyanla uşaq xoru. Orada kuklanı mənə təqdim elədi, Moskvadan gətirmişdi. Sonra dostluğumuz bəlkədi, mən onlara başladım evlərinə getməyə. Çox mahnıları var idi, hamısını o mənə elə bir ki, öz qızı kimi baxırdı da, ailə qurmamış da, mənə elə bir ki, gedirdim, yadımda nə qalır, bir gözəl Bakı kitabı pişirmişdilər. O kitab buraya onun dadı mənim ağzımda qalır. Sabitə xanım, siz uşaq vaxtından məşhurlaşmışsınız. Siz idiniz, Allah ömür versin, Suğra Bağırzadə, o da Cücələrimdə. Sonra sizin dövrün elə sizdən biraz yaşda böyüydü. Rəhmətli Ceyhun Mirzəyev filmə çəkilmişdi, məşhurlaşmışdı, Ögyanov filmində. O filmdə oynayıb, amma onun səsini Amaliya Pənahova. Yox, bizim xorda böyük qızlardan biri oxuyub onun səsini. Mahnılarını? Mahnı. Yurdum yolda ayarken onu Ceyhun okumayıb. Bilirəm. Yox, mən oxşar şeyi nəyi nəzərdə tuturam, siz uşaq vaxtından məşhurlaşmışdınız. Bu ümumiyyətlə necə hissdir? Sovet dövrü təsəvvür edin, bir radio var, bir televiziya var, 5-10 mərkəzi qəzet var və sizin də artıq səsiniz bütün ölkəyə yayılır. Məktəbdə yəqin siz barmaqla göstərirdilər. Məktəbdə elə... Sizin Artekə getməyiniz də təsadüfüdür. Ondakı seçilən uşaqlar aparırlar. Artekə getmişdik. SSR üzrə o məşhur düşərgəsinə. Orada okumuşdum. Kuklanı oynaya bir ssenari koymuşdu. Berta Adamov'la Alman müəllimlər var idi orada. O quruluşuyla, həmən o kukla mahnısıyla artıq da iştirak elədik. Cücələrin, kukla, bir neçə belə seçilmə mahnıları oldu. Sonra mən hardası bir 5-ci, 6-cı sinifdə məni köçürtdülər Bülbüladda orta ixtisas məktəbinə. Əvvəl qəbul edəməmişdilər, yeri gəlmişdir. Çünki sizin özünüzdən böyük bir bacınız, qardaşınız orada oxuyurdular. Mən böyük bacım skripka çalan, ondan biraz 2 yaş kiçik qardaşım, o da skripka çalan. O Tahir müəllim var idi. Ata kişi. Dedi ki, yox. Bir ailədən 2 uşaq orada oxuyur. Olmaz. Elə qayda qanun yoxdur axı. Özdə mənim sluxum absolutla dinlədi. Mütləq eşitmə var. Sonradan bir Cud müəlliməmiz var idi, Maya Grigoriyevna. O deyirdi ki, скажи спасибо родителям. Valideynlərine sağ olun. Çox sağ ol deyən ki, sən belə yaradırlar da. Hansı akordu çalırdı, mən o akordu neyin ki tapırdım, o notları ilə deyirdim. Sonra dedi ki, Sayuzda 2-3 belə eşitmə sluh varsa, Keçmiş ittifaqda. Sayuzda. 11-i də məndə belə əlavə
əlaqələndirdi. Evet. Bu ki, o məktəbdə deməli mən nəzəriyyə fakültetinə daxil oldum, nəzəriyyəçi. Nəzəriyyəni oxuya bir qədər xora getməyimi də davam Siz Bülbül məktəbindən danışırsınız, Bülbül adına məktəbdən. Bülbül adına. Bülbüldən qabaq 132-ci Baksovetdə yanında olan məktəbdə oxumuşam. Orada başladınız, Bülbül adına məktəbdə davam edədiniz, 6-cı sinifdən. O məktəbdə də 132-ci məktəbdə də çox məşğul idim. O məktəb direktorlar sağ olsunlar, Allah sağlarsa, Allah sağlamlıq versin. Rəhmətə gedən varsa, onlar çox fəxr edirdilər mənlə. Bütün qiymətlərimin hamısı 5 idi. Aşağı qiymətim yox idi. Çünki məndə götürmə qavrama yaxşı idi məndə o vaxt. Neysə, məktəbi oxuyub qutarandan sonra, o məktəbi mən qəbul eləmirdi Tahir Atakişliyev. Niyə? Çünki mənim böyük bacım, sonra böyük qardaşım oldu dedilər, skripka şöbəsində. Bilirəm, ona görə də siz əvvəl 132 nömrəli məktəbdə başladınız oxumağa, sonra Bülbül adlı məktəbdə davam edədiniz. Bəs niyə siz bitirəndə bu qədər ki, uğurlu başlanğıcınız var idi, müğənni kimi demək olar qəbul olunurdunuz artıq. Amma siz müğənniliyə yox, vokala getmədiniz, bəstəkarlığa qəbul Mən oldunuz. axı Bülbül adlı məktəbdə bəstəkarlıq keçirdim, Ədilə Hüseynzadə var. Allah rəhmət etsin, bəstəkar. Onda bəstəkarlıq dərsi keçirdim. Bir də nəzəriyyə. Nəzəriyyə məndə güclü idi də, əsas bəstəkara lazım olan nəzəriyyə idi. Neysə, o məktəbi bitirəndən sonra konservatoriyaya daxil oldum. Cövdət Hacıyevin sinifinə, imtihanlarını qara-qara qəbul edildi. Allah rəhmət eləsin. Rektor onda Cövdət müəllimi idi. Cövdət müəllimi direktor. Bülbüldə də mən Bülbülü bitirəndə orada Nazim Əlivəzili idi. Çünki Tahir Atakişliyev məni istəmədi, götürmədi. Ancaq özü də getdi. Nazim Əlivəzili gəldi. O məni qəbul elədi. Belə. Neysə, çətinlik olmadan iş getmir heç vaxt. Yəni siz bəstəkarlığa da öz həvəsinizlə getirdiniz, yoxsa valideynləriniz tövsiyə elədi? Mən bilirsiniz, 5-ci, 6-cı sinifdən, ya da 3-cü sinifdən mən balaca mahnılarım var idi. Buna görə neysə həvəsim o idi. Və bəstəkarlığı bitirəndən sonra siz indi o məşhur olan Asif Zeynallı adına kollecdə dərs deməyə başladınız, musik kollecində. Həmişə orada dərs demişəm. Yəni gənc vaxtınızdan artıq pedaqoji fəaliyyətə başladınız. Mən pedaqoji stajım, fəaliyyətim nə qədərdirsə, bütün nə qədər mənim tələbələrim olub, bugünkü gündə onlar hamısı məşhur, adlı sanlı, mən onlarla fəxr edirəm. Bəli. Onların arasında bilirəm, xeyli məşhur həm xanəndələr, həm tarzənlər, həm kamança çalanlar. Bəli. Bunlar hamısı var idi məndə, pianoçulardan olub. Hətta rəhmətli Məmməd Bağır Bağırzadə, yəni yaş baxımından baxmayaraq ki, elə sizlə taytuş uydu. Amma sizin tələbəniz idi. Bəli, Məmməd Bağır Bağırzadə özə bir qədər mənim yerlim ana tərəfdən qohumluğu da çatırdı mənə. Çox istedadlı idi. Allah ona rəhmət eləsin. İndi sonradandan öz mahnılarını da çıxartırdı ortalığa. Çox istedadlı idi. Sonra bilirəm Alim Qasımov sizin tələbəniz olub. Alim Qasımov olub, sonra Zabit Nəbizadə, Abdullayeva, Elnar Abdullayev, Gülyaz, Gülyana, Bilal Əliyev. Daha kim istəyirsiniz deyiməm. Munis Şərifov, kamança çalanlardan. İnci sənətdə də dərslərim olub. Orada da Ofeli Aslan olub mənim tələbəm. Sonra xanəndə qadın. Hətta sizin tələbələriniz arasında atanızla Taytuş, atanızın dostu olan adamlar olub. Onu bir dəfə demişdiniz. Mənim atamın dostu var idi. Lütfər Abdullayev, mənim atamla neyinki dost, qardaş deməkdir, bir yerdə yazılır. Onun
qardaşı Neymət Abdullayev Sizin tələbəniz. mənim tələbəm olub. O deməli yaşlı başlı vaxtında gəlib təhsil alıb da ona. Hə, mən deyirəm də məndən çox böyük yaşlı adamlar tələbələrim olub da. Sonra incəsənətdə mənim Mələk xanım Əyyubova yadımdan çox. O qədər adlar çəkdim, onu görmüşdüm başımdan. Mən onların hamısı ilə fəxr edirəm. Fəxr edirəm ki, mən belə bir ifaçıların müəlliməsi olmuşam. Bildiyimi nə var idisə məndə, onlara ötürə bilmişəm. Siz pedaqoji fəaliyyətlə yanaşı mahnılar yazmışsınız. Yəni elə gənc dövrünüzdə. Mahnılar da yazmışam. Pedaqoji fəaliyyətlə konservatoriyanı bitirəndən sonra, oxuyanda orada xüsusi proqram var idi də. Birinci kursda prelüdlər, fortepiano üçün, sonra ikinci kursda sonatina, 3 hissəli sonatina yazmışam. Neysə, kurs qalxdıqca əsərlərimi, mən özdə... Diplom işiniz nə idi sizin? Mənim diplom işim, o da vokal simfonik poema. O, özdə mənim imtihanlarımı qara-qara qəbul edirdi. Çox mənim haqqımda dediyi sözlər də var idi. Rəhmətlik Akşin Əlizadə gəldi danışdı mənə ki, bu çox ciddi sənət. Bu əvvəl onun asenti idi də, Qara müəllimin. Yox, Qara müəllimi yox. Çünki Qara müəllimin asenti Xəyyam idi. Xəyyam rəhmətlik Mirzəzadə. Həm Fərəc Qarayev. Bu Cövdət müəllimin zadıydı. Çox gözəl bəstəkardı Akşin Əlizadə. Çox. Bilirəm, Allah rəhmət etsin. Yaxşı, maraqlı, sadə də çox insan. güclü bəstəkar. O gəldi mənə xəbər verdi ki, bəs Qara müəllimdir ki, bu sənətində çox ciddidir, özü də ciddidir, yazıları da ciddidir. Nəsə belə bir tərif işləmişdi mənim üçün. Allah rəhmət eləsin onların hamısını. Çox böyük sənətkarlarla qarşılaşmışam. Amma ən çox əsas uşaq vaxtımdan ta ki bəstəkarlıq eləyə, bəstəkarlığı bitirə Ağbacı xanımla mən həmişə ünsiyyətdə olmuşam. Elə bir ki, onun ruhu indi də mənim başımın üstündədir, elə bir ki, məni canlandırır. Allah rəhmət eləsin. O özü də çox xanım-xatın qadın idi. Çox xanım-xatın qadın idi, çox. Burada bir şəkil gördüm mən onu. Ağbacı xanım. Ağbacı Rıza, bəli. Çox gözəl bir şəkil idi. Arxasında da yazısı var, özü yazmış. 68-ci ildir. Sizin tələbəlik vaxtınızın dövrün şəkilidir. Siz bitirəndə artıq Sultan müəllimin vaxtıydı. Sultan Hacıbəyov Sultan Hacıbəyov tamamilə doğru. Allah rəhmət etsin. O da, onun dövrü də yaxşı məhsullar dövrüydü. Oğlu da bizi ilə oxuyurdu. İsmail Hacıbəyov. Sonra Cövdət müəllimin oğlu İsmail Hacıyev. Biri Hacıbəyovdur, biri İsmail dirijorluqda idi də. Orada çox belə güclü vurfusk deyirdilər, buraxılış, çox güclü buraxılış var idi. Ümumiyyətlə, Cövdət müəllimin dövründən elə bir konservatoriyanın yüksəliş dövrüydü. Onun o bir dəfə mən Fərhad müəllimlə danışanda, Bədəl bəyli ilə baxmayaraq ki, özü də rektorda etiraf elədi ki, yəni o konservatoriyanın qızıl dövrüydü. 12 il ki o rektor oldu. Düzdür. O özü də axı Cövdət müəllim dövründə oxuyub, Fərhad Bədəl bəyli. Bir gəlirdi, siniflər açırdı, baxırdı, hər bir adamla, hər bir tələbə ilə, müəllimlə maraqlanırdı. Düzdür, tamamilə. Mən rəhmətliyi görmüşdüm, ünsiyyətim də olmuşdu, müsahibə də almışdım ondan. 80 illiyində, təqribən 30 ilin söhbəti edirəm. Hətta rektor olanda, Sultan Hacıbəyov rektor olanda, girirdi sinifdə alətlər yoxlayırdı ki, buranı belə eləməyin, bunun laqı xarab olur. Çox belə yanaşırdı. Dərindən yanaşırdı ki, bu alət istifadə eləmək üçün də, xarab eləmək üçün olmaz. Sizin atanız rəhmətli tanımış həkimliydi.
Əməkdar həkim. Əməkdar həkim Şaban Məmmədov. Şaban Məmmədov özü də baş həkim idi. Qlavraç idi. Baş həkim idi. Amma siz həkimlik sənət peşəsini seçmədiniz. Mənim bacım rəhmətlik Kozminerolog oldu həkim. Dərz övlad həkimi. Nəsə biz rəhmətə getdi, ancaq onun öləndən neçə il sonra xəstələri axtarırdı onu. Çünki çox belə bilikli həkim idi. İki evladınız var Zabitə xanım. Oğlunuz və qızınız. Oğlum, qızım. Qızınız bilirəm ki, bizim Bakı Musiqi Akademiyasının vokal belədirmi? Qurama xanım. Qasımova. Qasımova mənim özdə uşaqlıq dostum idi. O da bir yerdə xora getdi. Deyəcəkdim, siz bir dövrdə tələbə olmuşsunuz. Bu mənim də oğlumdur. Allah saxlasın. Amma oğlunuz Oxşar. sənətlə məşğul deyil. İncə sənətdə Yox, gedib o da musiqiyə, amma sonra axaracan olmadı, həvəs olmadı. Çox gözəl fotoğrafdır. o şəkildə zəhmət olmasa. Bu nə? Yox, o birisini. Bu nə? Qızınızla Ha. aynen. Balaca. Burada da qızınız uşaq vaxtırlar. Qızınız, oğlunuz. Qızım, oğlum dedi, mənə. Bəli, bəli. Aklınızda görürsünüz, hələ balaca olandan qəzetlər yazır bu dövrdə. O dövrdə mərkəzi mətbuatda hər adam haqqında yazı yazılmaz. Çox, qəzetlər çox. Artıq illərdə gəzir bu adamlardır ki, filan kəsi televiziyada göstərdilər, yaxud radioda çıxış edirdi, qəzetdə şəkli var idi. Məşhur aktyorlarla, hamısıyla tanış idim. Burada bu şəkilində bu gözəl Leyla xanımın nəvəsi Qədir bəylinin. Mehin Cavanşirova. Leyla xanım Qədir bəylinin. Gözəl qadın, gözəl sənət. Bu oğlunun qızıdır da. Oğlunun qızıdır. Mən tanıyırdım Leyla xanımın rəhməti ilə bir müşahidim olmuşdu. Çox maraqlı xanım idi. Özdə xanım xatın gözəl qonaq qarşılamağı. Ondan sonra özünü yaxşı piş düşür. Yəni bilirsiniz. Leyla xanım məşhur idi o barədə. Bilirəm. Onun deməli Leyla xanımın gəlini televiziyada rejissor işləyirdi Elvira xanım. Oğlu da operator işləyib də. Hə, o Elvira xanım həmişə mənim verilişlərə çağırırdı da, həmişə. Bu da sizin uşaqlar dövründə şəklidir. Burada? Burada siz dediniz, Bu Nazim teatral rollarla bağlı idi. Bu cücələrin ifaçısı... Nazim Ağayevli. Bilmirəm, Ağayevdə, familiyası yanımda deyil. Oxşatdım onu. Bəlkə də. Bu Suqra Bağırzadə. Suqra Bağırzadə, bu da mənəm. Bu həmin o artekdən olan şəkillərdir. Bəli. Hal-hazırda mən bəstəkarlar... Artek piyanev düşərgəsi, Ester üzrə çox məşhur idi. Ancaq ora seçmə uşaqları göndərirdi. Hə, biz ora kollektivlə getmişdik də, cücələrin ifası, flamansı. Bu həmin o bayaq dediyimiz Bənövşə Poldu. Bənövşə Poldu. Deməli, burada siz Əfsər müəllimin yanında Musa Mirzəyev rəhmətli idi, bu Əfsər Cavanşirov. İndi hal-hazırda mən öz mahnılarımla, öz proqramım var. Əfsər Cavanşirov yanında Zabitə xanım, Musa Mirzəyev bəstəkar. İctimai telekanalda öz əsərlərimi çaldığım zaman mən indi öz səhifəmdə çoxlu əsərlərim, mahnılarım var. Tanınmış müğənnilər ifa edirəm. Moruki Yumova ifa edir. Sonra Elxan Əhədzadə rəhmətli ifa edir. Allah rəhmət eləsin. Doğru xanıma da ömür versin. Sizin bəstəkar kimi belə fəal görünməməyinizin
Əsas səbəbi nədir? Əsas səbəbi odur ki, Çünki mən deməzdim ki, siz tənbəl adamsınız. yox, yaddan çıxmışam da nə bilim. Kənarda qalmışam. Bu sizin orta məktəb dövrünüzdə. Diqqətdən kənar qalmışam. İndi bilirsiniz də Niyə bu təvazökarlığınızla bağlıdır? Özünüz Yox, çalışmamısınız? siz Yəni belə mən deyək. yada saldınız, çağırdınız da. Bəli. Başqası amma yapışır o, misal üçün, kimlər indi çıxıb bizə Çinarə Məlikzan. Misal üçün deyirəm də, o yaxşı oxuyur. Yaxşı oxuyur, bəli. Elə Yəni sizin adaşınız Zabitə Əliyeva Əliyeva. çox gözəl ifa edir. Çox gözəl, mənim də xoşum gəlir. İndi onlar dəmdədir, ancaq nə bilim, sənətkarları yaddan kənarda qalır. Bu il sizin həm də yubileyinizdir. Xanıma yaşını xatırlatmazlar. Mən də ona görə yaşı demirəm xüsusi. Amma yubileyinizdir. Bəli, indi mən... Bilmirəm, yubileyiniz heç bizim bəstəkarlar ittifaqı mənəcə qeyd olundu. Mən eşitmədim. Mən təbrik elədilər. Elədilər? Ancaq mən bilirsin nə demək istəyirəm. Bu şəkli göstərirsən, ictimai. Mən onu demək istəyirəm ki, mənim səhifəm var. Hə, YouTube kanalımız var. Hə, YouTube kanalında mən bütün mahnıların, əsərlərim orada səslənir. Özdə tanınmış ifaçılarım. Məmərli ifasında. Səkin İsmailova, Flora Kerimova, Mənsum İbrahimov, adlar çoxdur. Rəhmət İrfan Əhədzadə. Sonra, nə deyim o? Çoxlu, Bilal Əlif mənim tələbələrim çox olub, hamısı məşğuldurlar. Nə hamısının adını səhvül gelir, vaxt çatmaz ona. Baxmayaraq ki, sizin yetirmələriniz arasında nə qədər xalq artisti var, əməkdar artist var, prezident mükafatçıları, təqaüdçüləri hətta var. Amma sizin mən özünüzün kənarda heç bir qalmışam. fəxr adınız yox. Yaddan çıxmışam. Və 40 ildən də artıq pedaqoji fəaliyyətiniz oldu. Bəli, bəli. Hazırda təqaüddəsiz, amma indi... Diqqətdən kənar. Mən indi neyim? Kimin qapısını? Yəni bunu özünüzdə belə çıxmasını dərd edəmirsiniz ki, fəxr adınız yoxdur. Eləyirəm də. Mən Mehriban xanıma yazıram ki, o məni qəbul eləsin, bəli. Ancaq səs çıxmıyor belə. Çox yazmışam, çox yazmışam. İnşallah yəqin ki, nəticəsi olar. Mən də ümidvaram ki, nəticəsi olar. Çünki Mehriban xanım sənətkarlara yaxşı qiymət verir. Heç kimi yaddan çıxartmır, onu mən bilirəm yaxşı. İndi mən bu pedaqoji fəaliyyətimdə nə qədər tələbəm olubsa, hamısı bugünkü gündə çox məşğuldur, çox adlı sanlıdırlar. Zabitə xanım, il sona yaxınlaşmaq üzrədir və bilirəm ki, siz demişdiniz o günləri, biz bir görüşə hazırlaşanda, hansısa bir əsərinizi bitirmək üçün bizim o Şabranda olan yaradıcılıq mərkəzinə gedəcəksiniz. Mən Can Azərbaycan simfonik poema. Yəni bu bir növ həm də yubileyinizə bir hesabat deyil ki. Yox, o iri simfonik əsərdir. Mən o Yəni yubileyinizə bir hesabat xarakteri daşıyır. Mən onu bitirəndən sonra çıxartacağım da. Filarmoniyada səsləndirəcəyəm. Amma onu yaxşı bir keyfiyyətlə bitirməyə lazım. İnşallah. O evdə də ki, şərait yaxşı deyil. Belə də şərait. Ancaq orta yaxşı şərait verirlər. Orada da nə ev işi ilə məşğul olmaq lazım deyil, qoyub pişirmək lazım. Yəni gedib orada tamamlayacaqsınız əsəri. Orada gedib tamamlayacağım inşallah. Mən də çox arzulayardım ki, ondan sonra biz əsərimizi necə də təqdimatını görək. İnşallah. İnşallah və döyülən qapılar da açılsın, səsinizə səs versinlər. İnşallah. Layiq olduğunuz, İnanıram ki, onlar da əməyinizə də dövlət səviyyəsində dəyər verilsin. Mehriban xanım qiymət verir sənətkarlara. Elə belə yan baxmır. Əgər ona səs çatırsa, o qiymət verir sənə. Əvvəl axır çatar. İnşallah, inşallah. Çox xoş oldu ki, biz bugün elə görüşmə imkanımız oldu və bir xeyli şeylərdən, uşaqlığımızdan rücu bu yana çox mətləblərdən danışdıq. İnanıram ki, bizi dinləyənlərə də maraqlı olacaq. Yaradıcılığında böyük müğənnilərdən savayı uşaq mahnılarında var. O bir ilisi şey oldu, müsabiqə kimi konsert oldu. Mən o müsabiqədə yer aldım.
bir uşaq mahnım keçdi, yer aldım. Beləki uğurlar olub mənə. Yeri gelmişken ben izleyicilerimize de hatırladım. Sizin YouTube'da o kanalınız Zabite Ziba geliyor. Ziba. Ziba Bestekar bilirsiniz ne bir üçün? adlandır. Ziba yani herkes istəyir, parıldayır. Evet. Ziba parıldamaq deməkdir. Herkes istəyir ki, öz sənətində parıldasın. Hem de ki, mənim Parıldasın. anamın adıdır. Allah rahmet eylesin. Allah Hem bunu rahmet. bir növ yaşadırsın. Aha. Bence bugünkü sohbetimiz çok meraklı oldu. Yəni, inşallah. Ümid varam ki, yəqin ki, tez-tez görüşə bilərik. Sağlık olsun. Allah'ın köməyi. Minnettarım, var olasınız. Çox sağ olun. Aziz izleyiciler, beləliklə daha bir görüşümüz başa çatdı. Ümidvarım söhbətimiz maraqlı oldu. Kanala abunə yazılacağınıza, fikir və təkliflərinizi bildirib bəyənəcəyinizə əminəm. Sağ olun, Allah'a emanet.